dekabr Beynəlxalq İnsan Hüquqları Günü. Uşaqların hüquqlarını qoruyaq. Əlillərin hüququ qorunmalıdır. Qadın və kişi eyni hüquqa malikdir. Hər insan bərabər hüquqlara malikdir. Ədalət hamı üçün. Hər insanın sağlamlıq hüququ var. Hər bir həyat dəyərlidir. Təhsil hamı üçün. Hüquq varsa ədalət var. Sağlamlıq və təhsil əsas insan hüququdur. Ayrı-seçkiliyə yox. Hüququn varsa gücün var. Hüquqlarımızı bilmək özümüzü qorumaqdır. Sağlam cəmiyyət güclü dövlətdir. İnsan hüquqları cəmiyyətin gücüdür. İrqari seçkiliyə yox. Hüquqların müdafiəsi bizim borcumuzdur. Ədalət hamı üçün.